25 dəfə. Buyur qardaş. Ürək sözləri bir dənə. Yəni döyüşdən çıxmış bir qardaşımızdır. İslanmış, yağışlı islanmış yerlərdir. Onları isidirik. Yağışdan nə qorxusu? Hə, düzdür. İslanmışın yağışdan nə qorxusu? Döyüşdən gələn qardaş əsgərlər də hamısı indi 2 gündür Yağış yağır deyə, məcbur qurutmalıyıq bunları. məcbur, başqa variant yox. Hə, çayda qəşəng sərində. Yəni burada öz şəraitini özün qurmalısan. Bəli. Kimdənsə gözləməlisən. Erməni ərazisidir də. Yəni 30 illik erməni ərazisi. Müvəqqəti kirayə verilmişdi. Qaytardıq. Gördünüz bu zaborlar da, bu tölələr də. Samanları bir dənə çək. Xahiş edirəm çək. Çək o samanları. 30 il bundan qabaq bizim Azərbaycan vətəndaşlarının olub. Bax görürsən, hamısından ev düzəltmişik. Şərəfsizlər gəlib alıb. Bəli, bu əsgərlərimiz hamısı bu şəraitdə, yəni belə çətin vəziyyətdə vətənin keşiyində dayanırlar. Allah ölənlərə, şəhid olanlara rəhmət eləsin, qalanlara da can sağlığı versin. Yaralılarımıza da tezliklə şifalar arzulayıram inşallah. İnşallah. Əsgərlərimizin, yəni bizim bu dəqiqə yatdığımız şərait budur. Bundan da heç birimizin nəyi? Biz bu şəraitdə Qardaşlar özlərinə, yəni gecə yağış yağanda yağışdan qorunmaq üçün yer düzəldirlər. Yəni bu cür nə gözəl kəndi bir balaca yaxınlaşdıracağam. Balı Dilardı kəndi. Bax. Kəndi məhv eləyiblər şərəfsizlər. Yəni Füzuli'nin yuxarı Dilardı. Dilin arxasıdır. Dilardıdır, Dilavardıdır, nədir belə bir kənd. Dil ağardı. Dil ağardı kəndi. Dilar? Dil ağardı kəndi. Dil ağardı. Dil ağardı. buyur Məşə bəy, başqa sənin nə sözün var? Sən Məşə bəy odunu qırıbsan. Hərənin bir işi var da, vəzifəsi var. Amma bu ocaqdakı 24 saat bizə xidmət eləyir. Birlikdədir. Yoxsa bu cür şərait yaranmaz. Həmişə ocağımız belə isti Bu da- olsun. İnşallah. Müvəqqət olan şeylər olan şeylərdir. Çətinlikdir inşallah. Biz bir zamanda hamısı yoluna düşəcək. Amin.